Bu kitabı mütləq oxumalısınız. Salam hörmətli dinləyicilər. Bugün sizinlə çox önəmli bir kitab haqqında danışacağam. Kitabın adı Sözün Düzü, İnsanlara Təsir Etməyin 9 Yolu adlanır. İşgüzar ədəbiyyat üzrə mütəxəssis, bloger Sərxan Rüstəmovun növbəti tövsiyəsi. Yerli mütəxəssis Rəşad Bayramov tərəfindən yazılan bu kitab 197 səhifədir. Bu kitab Rəşad Bayramovun sayca ikinci kitabıdır. O, beynəlxalq biznes təlimçisi və coachdur. Bu kitabda müəllif natiqlər üçün, ümumiyyətlə iş həyatındakı insanlar üçün, ümumiyyətlə ailə həyatı üçün, hər kəs üçün insanlarla ünsiyyətə girməyin, insanlarla söhbətləşməyin, insanlarla danışmağın yollarını, sirlərini bölüşür. Çox önəmli məqam ondan ibarətdir ki, bir çox bu tip kitablarda manipulyasiya yolları öyrədilir. Amma Rəşad bəy bu kitabında manipulyasiyanın yox, səmimi söhbətin, insanlara səmimi şəkildə, yəni onlara fayda vermək üçün təsir etməyin yollarından danışır. Onu da qeyd edeyim ki, Rəşad Bayramov hal-hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müşaviri çalışır. O, uzun illər 20 ilə yaxın BP-də çalışıb. Bu sahənin həqiqətən də ən önəmli mütəxəssislərindən birisidir. Onun ilk kitabı isə natiqlik haqqında Sözünə Güvən adlanırdı. Auditoriyanı fəth etməyin 10 yolu idi kitabın adı. Bu dəfə isə biz insanlara təsir etməyin 9 yolundan danışırıq. Əslində, inandırma məharəti haqqda öyrəniləsi bircə vacib şey varsa, o da səbirlə, diqqətlə və ürəkdən qulaq asmaqdır. İnsanlara nəyi, nə üçün etdiyini anlamağa kömək etsən, onlar sənin üçün dağı da yerindən oynadarlar. Bir dəqiqəlik mühakimə yürütmə, fikrini bildirməyə tələsmə, insanları, qarşındakıları səbirlə dinlə. Əvvəl dinlə, sonra danış. Bədəninlə qulaq as. Əvvəl hiss et, sonra izah et. İnsanlar niyə qulaq asmır? Diqqəti asan cəlb etmək olmur. Onu qazanmaq lazımdır. İnandırma, inanmağa hazır ol. Bu kitabda başqa hansı mövzular var? Bu kitabda məntiq xətaları və Aikido prinsipi, inamlı görün, inamla danış, gözlər yalan danışmaz, ideal səs tonu necə olur? 1000 dəfə deməkdənsə bir dəfə göstər. Bir şəkil 1000 sözə dəyər. Yox sözünü cavab kimi qəbul etmə. Bu kitabda təkcə biz danışmağı yox, insanlara qarşısında nitq söyləməyi yox, həm də iş görüşlərində və yaxud da ki, iclaslarda müəyyən təqdimatlarla çıxış etməyi, təqdimat hazırlamağı, təsirli təqdimatın incəliklərini də öyrənəcəyik. Dinləmə insanlara təsir etməyin ən mötəbər vasitəsidir. Gözlər doğrudan da insanın qəlbini açılan pəncərədir. Natiq, fəal dinləyicinin gözündə maraq, rəğbət, dəstək və anlayış oxuya bilər. Kiməsə xoş təəssürat bağışlamaq istəyəndə ağıllı məsləhət verməyə tələsmə. Tez-tez məntiqi sübutların dalınca qaçırıq. Lakin öncə insanlara bir şeyin nə üçün vacib olduğunu izah etmək lazımdır. Çox maraqlıdır ki, müəllif bu kitabda insanlara təsir etməyin 9 yolundan, sözün düzündən danışarkən danışmaqdan daha çox susmağı və dinləməyi bizə aşılayır və insanlara dinləyərək təsir etməyin daha asan olduğunu vurğulayır. Sənin natiq kimi rolun təkcə auditoriyanın ağlına deyil, həm də emosiyalarına köklənməkdir. Əslində, adi həyatda verdiyimiz 5 qərarın 4-ünü məhz emosiyalar tənzimləyir. Bir şey dərk etməzdən əvvəl insan ona emosional köklənməlidir. Mark Kaiser'dan maraqlı bir stat bölüşür. Bir lider kimi insanlara nəyi, nə üçün etdiyini anlamağa kömək etsən, onlar sənin üçün dağı da yerindən oynadarlar. Niyə, nə və ya necədən daha vacibdir? Çox vaxt həyatda faktların effektivliyi olmur. Hisslər və şəxsi qənaət daha çox əhəmiyyət kəsb edir. Səndən təhlükə gəlmədiyini hiss edən kimi dinləməyə və əməkdaşlıq etməyə hazır olurlar. Səmimi söhbətin açarı müdafiə qalxanlarını bir kənara atmaqdır. Bu da o zaman baş verir ki, oponent sənin onun mövqeyinə birbaşa daş atmadığına inansın. Bacarıqlı natiqlər çıxış zamanı əsas mesajları dönə-dönə təkrarlayır. Bununla da irəli sürdükləri fikri qarşı tərəfin beyninə həkk edərək doğmalaşdırır. Şifahi dildə effektiv təsir bacarığı hər üç fenomenin, bədənin, səsin və sözün birləşməsi ilə mümkündür. Yaxşı hekayə qüvvətli təsir vasitəsidir. Hekayə dinləyiciləri müəyyən bir hadisəni sadəcə nəql etmir. O, insan təsəvvüründə
rəngbərəng tablolar yaradır və emosiyaları həyata çağırır. Bu dəfə biz sizinlə Sözün Düzü, insanlara təsir etməyin 9 yolu kitabından danışdıq. Mən əminəm ki, bu kitabı oxusanız buradan çox şey öyrənəcəksiniz. Kitabın təkcə bəhs etdikləri yox, həm də yazılış tərzi, içindəki hekayələrin, mövzuların, başlıqların seçilməsi, kitabın forması çox yadda qalan və sadədir, effektivdir və rahatlıqla həyatınıza tətbiq edə bilirsiniz. Budur ki, bu kitabı da ünsiyyətə girməkdə çətinlik çəkən və yaxud da ki, ünsiyyət qabiliyyətini inkişaf etdirmək istəyən hər kəsə tövsiyə edirəm. Hələlik növbəti kitablarda görüşmək ümidi ilə.